Bakü'ye gideceğiz şimdi. Muhabir arkadaşımız Fatih Avanos'un yanında Azerbaycan Devlet Pedagoji Üniversitesi Türk Odası Müdürü Profesör Doktor Elman Guliyev var. Bizi bekliyorlar. Türk milliyetçiliğinin fikir babası Ziya Gökalp'le onun kültür ve dil birliğine dair katkılarını değerlendirecekler. Şair, sosyolog, öğretmen, milletvekili, dava adamı, mütefekkir. Ziya Gökalp'ten bahsediyoruz. Doğumunun 150. yılı kutlanıyor ve Türksoy 2026 yılını Ziya Gökalp'e ithaf etti. Ziya Gökalp'i konuşacağız. Nerede? Yine Türkçülük akımının menbaı diyebileceğimiz, kaynağı diyebileceğimiz bir coğrafyadan. Azerbaycan'da konuşacağız. Başkent Bakü'de. Azerbaycan Devlet Pedagoji Üniversitesi Türk Odası Müdürü Profesör Doktor Elman Guliyev ile konuşacağız, öğretim üyesi. Efendim yayınımıza hoş geldiniz. Ziya Gökalp'i konuşacağız. Tabii ki Ziya Gökalp 4 dakikalara 5 dakikalara sığmaz. Bir güne sığmaz. Tam bir dava adamı. Hayatını, ömrünü Türk edebiyatına, Türk milliyetçiliğine, kimliğine, bir karakter kazanmasına aslında adamış bir insan. Siz neler söylersiniz? Türk medeniyetleri üzerindeki etkisi, edebiyatı üzerindeki etkisi, Ziya Gökalp'in bu coğrafyamıza etkisi neler oldu? Ziya Gökalp 19-cu əsrin sonu 20-ci əsr Türkiyə ictimai-siyasi mühitində formalaşan və Türkiyə ictimai həyatında böyük layihələr, böyük konsepsiyalar, siyasi projelər irəli sürən ən öncül şəxsiyyətlərdən biridir. 20-ci əsrdə Türkiyədə xalq hərəkatı, eyni zamanda türkçülük, turançılıq hərəkatının başlanması Ziya Gökalpın adı ilə bağlıdır. Təsadüf deyil ki, Böyük Atatürk Ziya Gökalpı fikirlərimin atası hesab etmişdi. Bu çox önəmli bir məsələ. Ziya Gökalp yaradıcılığı kifayət qədər zəngin. Bədii yaradıcılıq, elmi yaradıcılığı, publisistik yaradıcılıq, siyasi yaradıcılıq, fəlsəfi görüş dairəsi və s. Və bütün yaradıcılığında Ziya Gökalpın bir xət keçir. Türkçülük və turançılıq. Əlbəttə, bu çox vacib məsələ idi. O zamanlı Osmanlı dönəmi içində, yeni yaranmış Türkiyə Cümhuriyyəti içində və digər türk xalqları içində. Və Ziya Gökalp konsepsiyası bilavasitə söylədiyim kimi turançılığa qədər inkişaf etmişdi və bugün Türk dövlətlər şükürlər olsun ki, birliyi yaranmış, siyasi xətti müəyyənləşmiş və Ziya Gökalp hələ çox öncədən, çox əvvəllər, 20-ci yüzyılın əvvəlində turançılıq konsepsiyasını irəli sürmüşdü. Vətən nə Türkiyədir bizə, nə Türkistan, vətən böyük və müəbbət bir ölkədir Turan. Böyük bir siyasi bir birlik layihəsini irəli atmışdı. Amma bilirdi ki, düşmənlər, böyük dövlətlər bu projeye, bu layihəyə, bu siyasi xəttə həmişə mane olacaq. Ona görə də düşmən ölkələri viran olacaq, Türkiyə böyüyüb Turan olacaq deməsi də təsadüfi değildi. Ziya Gökalp eyni zamanda türkçülük konsepsiyasını inkişaf etdirən böyük bir şəxsiyyət olmuşdu. Və onun türkçülük konsepsiyası vətəni sevmək, yurdu sevmək, milləti yüksəltmək, vətəni yüksəltmək dərəcəsində səciyyələnmiş bir xarakterdir. O ortaq dil məsələsinə toxunmuşdur. Bugün də çox vacib bir məsələdir. Amma Ziya Gökalpın yanaşması bir qədər fərqli olmuşdu. Böyük, gözəldir türkçə bizə, başqa dil gecə bizə, İstanbul konuşması ən saf, ən incə bizə. Və o yenə davam edirdi ki, Turanın bir eli var və yalnız bir dili var, başqa dil var deyənin başqa bir əməli var. Yəni o bilirdi ki, turançılıq və türkçülük qarşısında hər zaman sədd çəkirlər və xüsusilə də ki, Qərb dünyasının buna maneçiliyinə bir qədər, yəni o siyasi baxışları ilə, fəlsəfi düşüncələri ilə həmişə də bu məsələləri önə çəkirdi. Onun diqqətində bir xalqçılıq, bir də ki, türkçülük məsələləri var. Əlbəttə ki, bu da bir konsepsiyadır, bu da böyük bir layihə idi. Yəni bunun üzərindən sükutla keçmək olmaz ki, onun vətənini tanı, millətini tanı, ümmətini tanı və kültürünü tanı bir Türkçülüğün əsasları kitabında, yəni bir proqram səviyyəli bir kitab yazmış və burada türkçülük bir proqram səviyyəsində sərgilənmiş ki, millətini tanımaq konsepsiyasını irəli atdı. Və bu da çox maraqlı idi. Yəni ki, Türk millətindənəm, İslam ümmətindənəm, Avropa mədəniyyətindənəm. Burada da bir məsələyə də toxunmaq istərdim ki,
o Avropa mədəniyyəti dedikdə heç də Avropalaşma konsepsiyasını qoymurdu. Bu yeni bir layihə idi. Yəni yeni bir mədəniyyət, kültür sərgiləmək istəyirdi. Hətta Türkçülüğün əsasları kitabında Yaponiyanı misal çəkirdi ki, yəni Yaponlar Avropa mədəniyyətini götürdülər, amma heç vaxt Avropalaşmadılar, daha da inkişaf etdilər. Yəni o konsepsiyanı belə verirdi ki, Avropa mədəniyyətinin kökündə əslində şərq mədəniyyəti dayanır. Amma zaman keçdikdən sonra onlar özünkiləşdirmiş, yəni bu günləri şərqə öz genetik yaddaşında uyuyan, o keçmişi oyatmaq üçün qərb lazım idi, qərb mədəniyyəti lazım idi. Və doğrudan da Ziya Gökalpın bu konsepsiyası çox önəmli bir konsepsiya idi və bu konsepsiya bugün də öz bəhrini verir və dayandığımız bu yerdə Bakının azad olunması zamanında da keçən yüzilin əvvəlində düşmənlərdən azad olunduğunda o sevinmiş və Turana doğru bir addım hesab etmişdi bunu. Yəni bildiyimiz kimi demək Bakının erməni işğalından azad olunması, Bolşevik işğalından azad olunması nəzərdə tutulur. Yəni Ziya Gökalp Türk dünyamızın böyük fərəhidir, sevincidir. Biz hər zaman Ziya Gökalpdan nümunə almalıyıq, öyrənməliyik və türkçülük, turançılıq ideyalarımızı davam etdirməliyik. Çok teşekkür ediyoruz hocam. Gerçekten Ziya Gökalp'i konuşmaya dakikalar yetmez. Yani kahramanlar ölür yurdu yaşatmak için ama idealler, ameller yaşıyor. Bakın yıllarca yıl sonra, 100 yıl sonra biz yine Ziya Gökalp'i, fikirlerini, ideallerini konuşuyoruz. Ondan etkilenen isimler, İttihat Terakki ve daha sonra gelen kadrolar Azerbaycan'ın kuruluşunda, Türkiye'nin kuruluşunda birçok noktada gerçekten önemli hizmetler yaptılar. En temel olarak da İstiklal Savaşı'mızda gerçekten Allah gani gani rahmet eylesin diyoruz. Ziya Gökalp'i rahmetle, minnetle, saygıyla, hürmetle anıyoruz. Teşekkürler Fatih ve kıymetli konuğuna Bakü'den aldık bilgileri.